Değerli izləyicilər, bir daha sizləri Bərdə Maşın Bazarından salamlayıram. Videomuzun ikinci hissəsi. Bax, bu cür maşınlardır. Bu bazarda satılan maşınların əksəriyyəti Sovet maşınlarıdır. Qardaş, Allah xeyir versin. Sağ ol, sağ ol. 06 maşınınızı satırsınız. Satırıq. Buyurun, məlumat verin bilək necə İli maşın? 86'dır. Motoru bez nomerdir. Öz adıma formutdur. Sürüyü çarığı yoxdur. Qiymət də 2.7-yə deyirəm, aşağı yeri var. Bir dənə problemim olsun da cüzi səsi var. Nə vaxtdan sizinkidir maşın? 1 ildir. Öz adınıza formut Hə, elətdiniz. öz adımıza formutdur. 1 illik etibarnamə verirsiniz. Hə, 5 illik də verirəm. Ha vaxt istəyir gəlsin verirəm ki, alan adam yəni. Texniki baxışı, sığortası, Var hamısı. sənədlər qaydasındadır. Hamısı sənədlər qaydasındadır. Motor bez nomerli yenə dediyim kimi. Alandan sonra xərcləriniz nə olub? Nə xərc Alandan sonra çəkmisiniz? 4 dənə təkər salmışam altına. Akkumulyator təzədir, təkərlər təzədir. Peredoku yığılıb. Motor nədir bunlardan? 06. Motoru yığdırmadınız. Yox, motoru yəni bəs cavabdeyəm. Yağ yeməyə zadı. Yağ azaltması, səsi yox heç deyirsən. nə. Motoruna cavabdeyəm. Korobka nədir? Korobka 4. Atma, səs. Yox, heç nə. Dif yerdə səs var Bir amma. dənə hə, dip yerində, onda puldan çıxıram. Dəyişilməlidirmi yoxsa? İndi onu tuta bilər də, dəyişilməlidir, yoxsa yığılmalıdır. Altında çürük çoxdur. Yox, çürüyü yoxdur. Ümumiyyətlə altında çürüyü yoxdur. Danqrat yerləri salamat. Salamatdır. Peredokda vəziyyət necə? Yaxşıdır, peredoku da əlimdən çıxıb hamısı. Daş kəsəkli yolda səs eləmir ki maşınınız? Yox, yox. Təkərləri təzə dirsilə. Hə, təkərlər də üstündədir. Yaxşı. Yəqin ki dəyişilmiş olar da, bunun əsas qalanını soruşmaq Hə, lazımdır. 86-dan bəri dəyişilməmiş. Bilmirsiniz də nələr qalıb, nələr dəyişilib? Yox, bilmirəm. Mən də almışam 1 ildir. Kosmetik işlər də var. Yox, elə kosmetik işi yoxdur. Elə belə xırda para nə, belə Kimsə gözəlləşdirmək istəsə gərək biraz daş dəyib eləyib, elə hə, amma yox. Şüşələr necə? Qırıq çatı var? Yox, yox, heç bir şüşəsində çat, qırıq yoxdur. Şüşələri yaxşı. Şitin üstünə çxol çəkilibdir. Hə. Oturacaqlarda necə? Yaxşı. Narahatçılıq var. Çxollarda elə bilən biraz Çxollar sürmələr var. belə deyim də, bu bahalı çxollardır. Elə belə çxoldur. Orijinalları necədir? Öz çxolu. Hə, zavod çxolları. Vallahi elə üstündən nətər gəlib odur. Çıxarıb Baxmamışsın, baxmamışam. Belə də normal maşındır, əsas qiymətidir. Qiymət əsas belə 2.7 deyirəm, mostun pulunda çıxıram 2.5-ə. 2.5-ə biraz da Biraz endirim endirim eləyəcək. hə. 2-2 yazada gəlib çıxacaq, eləmi? Yox, yəni 2.4-ə, 2.3-ə belə. Aha. Hansı rayondasınız? Goranboy. Əlaqə nömrəsini deyin də. 070 737 62 22. Allah xeyir versin. Sağ ol. Siz də sağ olun. Qardaş, Allah bazar versin. Çox sağ ol, çox sağ ol. 07 maşını satırsınız. Bəli, bəli. Buyurun, məlumat verin bilək necə maşındır? Maşın motor 06-dır. Korobka 5-dir. Mosta səs yoxdur. Tex motor sığorta yeni olunub. Xadavoyda bir qəp xərc istəmir. Salon sərgəli. Qapı, bagaj punt sistemidir. İli neçədir? İl 2001-dir. Nə vaxtdan işlədirsiniz? 3 ildir. Aformut etibarnamə, Aform. texniki baxışı, sığortası var. 10 gün olub ikisindən. Alandan sonra xərciniz nə olub? Nə düzəltdirmisiniz? Həzm yüngüllər Xadavoyun əl gəzmişəm. 4 dənə təkər qoymuşam. Heç. Motor 06-dır deyirsiniz. Motor 06-dır. Yırdırmadınız ki. Xeyr, xeyr. Yağ azaltması, Xeyr, səsi, xeyr, yox, yox. motoru yaxşı. Korobkası necə? Korobka 5-dir, əladır. Atma səs, Yox, yox. diferdə də səs yox Yox, deyirsiniz. yox. Polda vəziyyət necədir? Qolunda bir dənə deyir, ayaq altında belə bir dənə sürüş var. Çürüyü var. Hə, yumruq boyda bir sürüyü var. Danqrat yerləri durur. Hamısı yerindədir. Peredokda necədir vəziyyət? Peredokda sıfırdan təzə yığılıb. Daş kəsəkli yolda səs eləmir ki. Xeyr, xeyr. Təkərlər qış təkərlərdir, yoxsa bəzəkləri heylədir? Yox, bəzək heylədir. Yaxşıdır. Normaldır, 60%dir. Maşınımızın 90 neçənci il dedik? 2001, 2001 dedik. Dəyişiləni yəqin ki olar. Var, var. Hansılardır? Dəyişilən anki krilo dəyişibdir. Bu krilo Ön dəyişib. krilə, Hə. kril, arxa krilin biri. Hə, anki qabaq kril dəyişib. Belə var da dəyişilən. Maşınımızın zavod rəngidir, yoxsa rəng dəyişilib? Dirək dəyişilib. Kosmetik işləri var. Xeyr, xeyr. Normaldır. Şüşələr necə? Qırıq çatı yoxdur ki? Yox, yox. Şüşələri yaxşı. Yan aynalar əllə qalxır. Əlləndir. Şitin üstü necədir? Qırıq çatı, Xeyr, cüzi bir dənə çatı var. Belə bir çat. Oturacaqlar normaldır. Qapılar Çollanıb. punt sistemidir. Qapılar pultla bağlanır, qardaş deyir. Bagaj da punt sistemidir. Əlavədəki kimi sual olsa, qiymətini deyin də. Qiyməti 3.8-də deyirəm. Endirim də eləyəsiniz. Bəli, bəli. Real alıcı olsa endirim eləyər. 400 manat endirim eləmək olur. Olar.
Əlaqə nömrəsini xatırladın. 051 564 0361. Hansı rayon? Beyləqan. Uğurlar arzu edirəm. Çox sağ ol qardaş. Siz də sağ olun. Qardaş, xeyirli olsun. Qardaş, xoş gəlmisiniz. 07 maşınınızı satırsınız. Bəli, bəli. Buyurun, məlumat verin. Bilək necə maşındır maşınımız? 2009 qardaş. Bir dənə sağ krilo dəyişib, arxa krilo. Nə vaxtdan sizinkidir? 4 ildir. Bes kraskadır. Aform tolunub, Bəli, bəli, öz adımızdadır. texniki baxışı, sığortası, 1 aydır, 1 aydır eləmişəm hamısı. hamısı var. Bəli, bəli. Alandan sonra xərcləriniz olubdumu? Heç bir xətt, yağın suyunu töküb sürmüşəm. Şəkər adamlara bir qapırlar. Motorun 16 olur da bunlar. Bəli, bəli, 5. Necədir motorun vəziyyəti? Super, əla. Yağ azaltması, Heç səsi, bir damızı nədir? Super, hər şey öz qaydasında. korobkası necə? Karafka 5'te heç bir problem də yox. Atma səs yoxdur. Heç zat, heç zat. Diferdə səs var? Yox qardaş, yox. Diferdə salamat. Yox, yox. Altı necə? Super. Çürüyü, pası. Yox, yox. Bir dənə arxa qabaq tərəfdən bir damızı çürüyü var. Danqrat yerində. Danqrat yerlərində, Bəli, eləmi? Vəssalam. Peredokda vəziyyət necə? Qəşəng, əla. Daş kəsəkli yolda səs eləmir ki. Xeyr, damızı nədir? Təkərlər necədir? Təkərləri təzə qoymuşam. 4-ü tam təzədir. Normaldır. Ha. Dəyişilənlərdəki deyirsən sansalar Bəli, dəyişilib. bir dənə kirlo dəyişib, sağ kirlo vəssalam. Maşın özü 5 klas. Öndən sakrelidir. Bəli, bəli. Kosmetik işləri də var hazırda. Bəli, kosmetik, eləmi? hə, kosmetik işləri var. Arxa kreldir. Bəli, bəli. Müəyyən yerlərdə var, cızıqlar da var. Hə, Kaskansa yəni- qəşəng olacaq. Bəli, bəli. Yəni bir dənə kosmetik işi var da maşın, yəni başqa bir Şüşələrdə vəziyyət. şüşələr qəşəng təzə. Qırıq çat yoxdur ki. Xeyr, xeyr, zavoddan necə gəlib 2009-dan necə gəlib elədir. Əllə qalxırlar yoxsa düymə? Yox, əllə qalx, yəni düymə ilə dur, əllə. Əllə qalxırlar. İştin üstü amma Əşti elə belə yüngül var, gün partlatmışdı, onun üstünə çuval çəkdirmişəm yəni. çuxolda soyulubdu, ləkələr Hə, qalxamış. yəni 2009-dan gələndə yəni maşın Oturacaqlar yaxşıdır elə. əla bil. vəziyyətdə, super. Belə də normal maşındır. Qiyməti də əsas. Qiymətin 5-ə deyirəm. Yəni real alan olsa razılaşarıq. 4500 sayan olsa nə deyək? Yox, 4500 yox. Razılaşmaq olar. Əsas o da əlaqə saxlasınlar. Hə, əlaqə. Hara gəlsinlər? Hansı rayon? Beyləqan rayonu. Əlaqə nömrəsini deyərsiniz? 050 884 49 44. Allah xeyir versin. Allah köməyin olsun. Sağ olun. qardaş. Sağ olun. Yaxşıdır. Ör. Qardaş xeyirli olsun. Çox sağ olun. 07 maşını satırsınız. Hə, satırıq. Buyurun, məlumat verin bilək necə maşındır? İl 2001-dir. Bezdetal maşındır. 2001 maşını. Bəli, bəli. Motorun 06-da Chevrolet Nivea yığılıb. Nə vaxtdan sizinkidir bu maşın? 3 il məndədir. 3 il. Hə. Aformut etibarnamə. General davranışda 1 illik. Bəs necə 3 il içərisində yeniləyirsinizmi yoxsa? Yenilir yəni. Tanış adamdır. Bəli, tanış adamdır, yaxın adam. Nə qədər qalıb vaxtdan? 1 il təzə yeniləmiş. 1 illik verə bilərsiniz. Hə, 1 il müddəti Texniki var. baxışı, sığortası Onun vaxtına 1 ay qalıb, azdır vaxtı. az qalıb hər ikisinə. Hə, hər ikisi 1 ay qalıb. Alandan sonra xərcləriniz nə olub? Nə düzəltdirmisiniz? Ondan sonra elə xırda xərclərdir, elə çox xərc çəkməmişəm. Mühərrik deyirsiniz. Təzələrsə peridokun yığdırmışam. Həm Starkörün zalını dəyişdirmişəm belə. Xırda şeylərini dəyişdirmişəm. Mühərrikdən 16-dır. 16-da bəli Chevrolet Nivea yığılıb. Necədir hazırda vəziyyəti? Sağ olsun. Qəşəng. Yağ azaltması, səsi, motoru yaxşı. Korobkası Korobka bir dənə 4-dən atır. Vəsə. düzəltmək olar yoxsa 150 man xərci var onda. 5 olur da bunlar dostlar? 5 bəli. Diferi. Diferdə səs yox. Altında vəziyyət necə? 6 sazlı, 6 üstündən təmizdir. Çürüyüb pası heç olmuyor. Yox. Danqrat yerləri salama. Hamısı salamat. Peredokun səs küyü necə? Qəşəng hamısını yığdırmışam. Səssizdir. Ha, Təkərlərdəki hələ ki Qəşənglər biraz işlətmirlər. hələ gedir. Qapı, krel, kapot dəyişilənlər. Hamısı hiçbir dəyişmir. Heç biri dəyişilməyib. Zavoddan gələnlərdir Bir hamısı. dənə kapot dəyişiyor, şeytan yalançı olmuyor. Bir dənə kapot dəyişir. Sizdən əvvəl olub da? O da bizdən əvvəl olubdu. Kosmetik işi yoxdur ki. Kraska yəqin əvvəllər vururlar da. Kraska böyle vuruldu, bir də xırda yerlərinə vuruldu, elə-belə. İndi yoxdur ki kosmetik işi. Yox, elə yox. Bir dənə batıq görürəm ha üstündə. O bir dənə batıq putuqdur, elə-belə. Bir dənə o batdır, bir də orada qıraqda şeydədir, kreldədir. Ön alın şüşəsində də Satı var ön şüşədə, bəli. nə eləmisiniz onu? Siz eləmisiniz yoxsa elə çatı ilə olub? Qabaqdan maşından daş çıxıb deyə başlasın. Yan aynalar salamatdırmı? Ha, salamat. Əllə qalxır yoxsa düymə ilə? Nə? Yan Yox, aynalar. əllədir. İştin üstündə çat neçə dənədir? Birini görürəm mən. Orada Zədəsi var hə, 1-2 dənə. 1-2 yerdədir. Oturacaqlar yaxşıdır. Oturacaqlar qəşəngdir. 2011-in 07 senində. Belə də normal maşın. Normal maşındır.
Qiyməti neçə dedik? 400-ə deyirəm, amma endirim eləyərəm. 4300-ə deyirsiniz. Bəli, Endirmə 4-dən aşağı düşmür olacaq. Olacaq düşmür 4 aşağı. Danışıqdan asılıdır, zəng eləyirlər, danışarlar alınacaq. İl dedik neçədir? 2001 2001-in maşını. Əlaqə nömrəsini deyin. 050 477 59 77. Hansı rayondadır? Bərdər rayonu. Uğurlar arzu eləyirəm. Çox sağ olun. Siz də sağ olun. Allah köməyiniz olsun. Qardaşlar, xoş gördük sizi Bərdə maşın bazarında. Xoş gördük. 06 maşınınızı satmaq istəyirsiniz. Bəli, satmaq istəyirəm. Buyurun, məlumat verin bilək necə maşındır? Vallahi salamat maşındır. Özümüz üçün almışdıq. Maşınımıza da baxanlar var, çoxdur, maşallah olsun. İndi də elə baxır qardaşlar. Allah Allah köməyiniz köməyiniz olsun. 95'ti qardaş. Neçə deyirsiniz? 4.9'a deyirəm. Motor nədir? Ne olur üstü? 4. Siz zaten hamısı təzə yığılmadı. Bütün hamısı. İçində heç köhnə bir şey yox. Əqaltarına qədər. Bütün maşın sol qapının üzlüyündən başqa bütün hər yeri bez detal maşındır. Bax bir dənə bu sol Sürücü qapının tərəf üzlüyü. qapının üzdüyü dəyişir, Sürücü tərəf deyirsiniz. qapının üzlüyündən başqa hər yeri öz detalıdır. İli dedik neçədir? İli 94. 94-ün maşını. Nə vaxtdan siz işlədirsiniz? 5-6 ay olaraq çalmışıq. Aformut mu, etibarnamədir mi? Etibarnamə ilə sürürdüm. Vaxtına var. Var. Təzə Texniki baxışı, sığortası, hamısı təzə olunub hamısı. sənədlər qaydasında. Hamısı da qaydasındadır. Motor, karovka, difer, hamısı ideal vəziyyətdədir. Nə xərc çəkdiniz alandan sonra? İçərisiz alan hamısını yığdırmışıq da bütün sidenlər yığılıb, abifkalardır, hamısı bütün. Bu nə var hamısı təzə. 95. Təzə təkərlər qoyulub, salafan təkərlər qoyulub üstünə. Maşallah olsun, maşınımıza baxan çoxdur. Hə. Qiyməti bəlkə bahat deyə gedirlər. Yox, əslində elə normal qiymətdir. Motor 06-dır, 03 motoru. 03 motor. Necədir motorun vəziyyəti? Motoru yaxşıdır. Yağ azaltmadır, Heç səsdir. bir problem yox. Karobkası da 4. Yaxşıdır karovkası. 4-dür, burası atması eləməsi yoxdur. Səs küyü yox. Diferdə də səs yox Heç deyirsiniz. bir problem yox. 6 necədir? Polo. Altı hələ kraskazat dəyməyib belə. Zavoddan gələndir. Hə. Bəlkə opşi dəyişilibdir altı. Yox, elə şey yox. Dəyişəndə bilinir də. Zədə yox deyirsiniz. Yox. Danqrat yerləri salamat. Salamat. Səs küyü necə? Heç bir problem yox. Periodok da yaxşıdır. Əla vəziyyətdədir. Təkərlər təzə. Təzə salamat təkər aldım. Hə, nə gözəl. Bir dənə qapı üzdüyü deyir, dəyişilibdir. dənə Kraskada maşında- tam vurulubdur. Hə, tam vurulub. Maşında bir dənə bu qapının üzüyü dəyişilib. Sürücü tərəf qapı O da üzdüyü. 18 il bundan qabaq dəyişilən bir şeydir. 18 il bundan qabaq. Qəşəng saxlayıblar ha. Hə, etibarnamə ilə olub. Maşının şüşələri təmizdir. Qırğı çatı yoxdur ki. Yox, yox. Ön alın şüşəsində Ön- nəsə görürəm. Ön qabaq şüşədə bir dənə çat var. Deşik daş yeri var. Bax, bu. Hə. Buradadır bir dənə. Balaca. Zədəsi var o Zədəsi var. hissəsində. Çırt. Təmiz. Şitin üstü çatlar var, eləmi? Neçəsində 2 dənə balacasını İki dənə görürəm. balaca çatı. Elə Zaman gözlükdə, çıxışdı. yəni vacib deyil. Hə. Oturacaqlar yaxşıdır amma. Təzə yığılıb hamısı oturacaqları. Maşakası zadı qəşəngdir. Belə də normal maşındır maşınınız. Qiymətini də deyirsiniz 4900. 4900-də indi real olsa nəsə Endirim eləyək də, bax görsən gəlib istəyib gedirlər. eləyərəm. İndirim də eləyərəm. Neçə verək? 4300-ə verək getsin bunu. Yox, o qiymətə yox. Çox endirim Hə, elədik, çox hə. endirim elədim. 4-5-də son fikir. 4 real olsa yəni qutaranı odur. 4-5-ə 4-5-ə verəsiniz. qutaranıdır. Telefon nömrəsini də qoy zəng eləsinlər. Hə, 051 717 0206. Hansı rayon? Saatlı rayon. Abi uzaq yol gəlmişsiniz. Uğurlar arzu edirəm qardaşım. Allah kömək ola. Sağ ol. Hə, siz də sağ olun. Qardaş, Allah xeyir versin. Sağ ol, var ol. Maşınımız BMW-dir. Amma nəsə bunu modifikasiya eləmişsə, ha? Eləmi? Hə. Dəyişikliklər olubdur. Buyur, məlumat ver görək necə maşındır bu maşın. Maşın göründüyü kimi, əla, çiçək kimi. İli 94-dür, 2 motordur, kondisioneri var, pesi var, silik qızıcısı var, orijinal BBS diski, orijinal rekord salon, tavan F10 tavan, polo, patolog, hamısı ideal. Nə vaxtdan sizinkidir bu maşın? 3 ildir məndədir. Aformutdurmu, etibarnamədirmi? Yox, format hamısı, qanunu. Öz Nə var- adınızda olan maşın. Hə, öz adım adı. Nə var? Texniki baxışı, sığortası. Hamısı da var. Nə var qanunudur yəni üstündə. Bunları siz eləmişsiniz, yoxsa elə bu vəziyyətdə almısınızmı? Bu vəziyyətdə almışam, biraz da dəyişiklik eləmişəm özüm. Mühərrik nədir bunlardan? M50 2 motor. Benzin də yəqin Hə, ki. benzin. Necədir motorun vəziyyəti? Çiçək kimi. motor. Yığdırmamı sanki? Yox, heç nə, qətiyyən. Yağ azaltması Heç çoxdur. nə, heç nə. Səsi yaxşı. Çiçək kimi. Sən kodlayım bax. Yox desəniz bəs eləyir. Korobkası avtomatdır. Avtomada. Gecikməsi, Heç vurması. nə, heç nə. 5 HP 11 karafkadır. Diferdə necədir vəziyyət? Hamısı ideal. Ümumiyyətlə problemi yoxdur maşının. Maşının altını görmək olmur, çox alçaqdır. Hə. Necədir altında vəziyyət? Çiçək kimi. Harasa, yəqin ki, harasa dəyir də bu. Dəyən də qul Çünki işləyir. bizim yollar elədir ki, mümkün deyil ki, bunu Hə, sürməsən dəyən qul gedəsən. işləyir, o da bekara şeydir. Yəni problem deyil o da. Deyirsiniz zədə yoxdur altında. Yox, qətiyyən.
Rulavoyuna kimi 46 rulavoy qoymuşam, ideal vəziyyətlər. Hamı. Perodokda vəziyyət necədir? Hamısı çiçək kimi. Səs-küy yoxdur ki. Qətiyyən. Disk təkər dəyişilib. Bəli, bəli. Bahalıdırlarmı? Disk təkəri bahadır deyil. Bir dənədir ölkədə bunlar. Neçə dənədir? Bir dənə ölkədə. Bir dənədir ölkədə bu təkərdən. Diskdən daha doğrusu. Bəli, bəli. Ha, nə gözəl. Arxalar fərqlidir elə biləm, hə? O polkalı da arxalar. Qəşəng. Yəni sökülüb yığılan 3 yerə də ayrılır. Disklər sökülür, ha? Botları ayrılır. İstəyirsən qabağa da polkalı eləyə bilərsən. Nə gözəldir bax. Bu arxanda bir dənə göstərək. Bu arxa diskimiz. Hə, maşınımızın dəyişilənlərini deyin də bizə qardaş. Nə baxımdan dəyişən? Qapı, krel, kapot. Yəni mən bu vəziyyətdə almışam, özüm yəni heç nə dəyişməmişəm. Yəni deyən vurmuşam, dəyişmişəm, yəni heç nə. Çatlar var plaskada. Elə xırda, bunlar fiberdir. Sonradan dəmir deyil, hə. Dəmirin üstündən yapışdırmış. Hə, yəni bu dəmir deyil, yəni bunu işləmək lazımdır. Yüngül yəni bir şeydir. Elə böyük bir xərci yox. Hə, çatlar var. Kraskalansa daha yaxşı görsənir. Şüşələr necədir? Qırığı çatı yoxdur şüşələr. Yox, yox, heç də qətiyyən. Şüşələri yaxşı. Yan aynalar düymə iləndir, əlləndi. Yox, M güzgüdür yan aynalar. Yox, şüşələr deyirəm. Bunlar düymə ilə. Şüşələrin 4-də düymə ilə qalxır. Yox, 4-ü yox, 2-si. Ancaq öndə. Hə. Belə də maşının şiti təmiz, oturacaqlar dəri salon. Dəyişilib yoxsa zavoddur onlar? Yox, yox, dəyişilmə adam. Oturacaqlar dəyişilib. Normal maşındır. Kondisioner demədik ha. Var, işləyir. İşləyir. Buz kimi. Hə, qiyməti neçə? 10 deyirəm. 10.000. Hə, razılaşmaq olar. Belə yığıldığına 10.000-dir yoxsa baha gəldi mənə biraz. İlinə görə. Bu da dəhşət çox pul gedir. İndi başa çıxanlar bilər. Real almaq istəyəndə neçəyə verək bu maşını? Fikirləşmək olar. 8.000 sayan olsa verək getsin bunu. Yox, yox, qətiyyən. Həqqi deyirsən. Valla. Əsas o əlaqə saxlasınlar da bəlkə də Salonu belə 8.000-ə yaxındır. Yox, söz yox, içərisi zadı yaxşıdır, qəşəng yığılıb. Prosta ili biraz köhnədir də maşınınızın. İlahi istə. Əlaqə nömrəsini dedə. 51 374 78 70. Hansı rayon? Beyləqan rayon. Uğurlar arzu eləyirəm. Sağ olun, təşəkkür edirəm, Allah razı olsun. Siz də sağ olun. Əmoğlu Allah xeyir versin. Sağ ol qardaş. 06 maşını satırsınız. Bəli, bəli. Buyurun məlumat verin bilək necə maşındır? 2005-li Bezdetav, 6500-ə. İzavodun maşını. Bəli, iyi. Nə vaxtdan sizdədir? 1 ildir. Aformutdurmu, etibarnamədirmi? Yox, aformur. Öz adınız olan maşındır. Bəli, bəli. Texniki baxışı, sığortası. Təzə olur, hardasa 1 ay olar. Alandan sonra xərcləriniz nə olub? Nə düzəltdirmisiniz? Alandan sonra peledon yığdırmışam. Mən də elə təkər almışam. Motorun 06-dır. Bəli, bəli, yağ Motorun yığdırmamısınız? Xeyr, Yağ azaltma, səs. xeyr, heç zaman yox. Motor yaxşı. Korobkası necə? Qarabka 4. Atmağı, səsi. Yox, heç zaman yox. Diferdə səs yoxdur. Yox, yox, heç nə yox. Pol necədir? 6. Çölün ətərsə pol deyilər. Çürük, pas heç olmuyor, yoxsa olanlar çıxır. Yox, yox, yox. Olmuyor. Tanqrat yerləri salamatdırmı? Hə, təzə. Öndə vəziyyət necədir? Perodokda. Razvalından verəmişəm təzə. Daşkəsəkli yolda səs yoxdur ki. Xeyr, xeyr. Təkərlər yaxşı. 4 elə. Yaxşıdır. Qapı, krel, kapot nələr dəyişilir? Dəyişəni yox. Zavoddan gələnlər Hə, də. Bezdetav. Kosmetik işlər var. Xeyr, xeyr. Yəni biləm cüzdə olsa nəsə qabarmalar görsənir. Bax bu hissələrdə belə var. şeydir. Azıl. Gözəlləşdirmə Beşin istəyən maşından- üçün. Nə gözləyirsən? Şüşələr yaxşı. Bəli, bəli. Qırıq çat yoxdur elə biləm. Əllə mi qalxır yan aynalar? Yox, yox, xeyr. 3 qayla. Əllə qalxırlar. Bəli, bəli. Maşınımızın şitində bir dənə çat görürəm. Bir dənə sat verin. Bir dənə çat var. Oturacaqlarda da sürücü tərəfdə biraz süzülmələr var elə biləm. Elə acana. O da elə ciddi bir şey deyil. Və normal maşındır. Qiyməti neçədir? 6500. İndirim eləsək. Endirməyəsək 6200. 6000 özünə vermək olmaz. 2005. 6000-ə verək deyə qardaşlar istəyir. Təklif eləyirik, ha, məcbur eləmirik. Allah onu razılaşar qardaş istəsə. Danışmaq lazımdır. Əlaqə nömrəsini deyin. 050 754 74 77. Hansı rayon? Ağdam, Tuzanlı. Uğurlar arzu eləyirəm. Çox sağ olun. Siz də sağ olun. Təşəkkürlər.
Değerli izləyicilər, Bərdə Maşın Bazarının sonu videolarımızı izlədinizsə sizlərə öz təşəkkürümüzü bildiririk.